Esselamu aleykum şirin şeker uşaqlar. Bugün biz sizlerle birlikte dəstəmazın şərtləri haqqında danışacağıq. Bismillah. Dəstəmaz kelimesinin lüğəti mənası təmizlənmək, istilahi mənası isə dörd azanı xüsusi formada təmizləyərək Allaha ibadət etmək deməkdir. Maide suresi 6. ayədə Uca Allah belə buyurur. Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun. Başınıza məs çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Dəstəmazı alan şəxs bu 8 şərti özündə cəm etməlidir. Birinci şərti müsəlman olmaq. İkinci şərti həddi buluğa çatmaq bəzi alimlərin rəyinə görə. Üçüncü şərti ruhi xəstə olmamaq. Dördüncü şərti təmiz su tapmaq. Beşinci şərti də niyyət etmək. Bunu da qeyd edim ki, niyyəti dillə deyil, qəlblə edirik. Altıncı şərti suyun dəriyə çatmasına mane olan hər bir amili boya, lak və s. aradan qaldırmaq və əzalarda quruyub saxlamamaq. Yeddinci şərti bədəni nəcasətdən təmizləmək. Səkkizinci şərti sidik və ya nəcisdən azad olmaq. Bizi izləməyə davam edin. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu. Şirin şəkər uşaqlar.